Gözəl dizayn, bol texnologiya, üstəlik də çox sərfəli qiymət. Düzünü desək, son vaxtlar BYD, Changan, Geely kimi Çin markaları avtomobil bazarına alt-üst edir. Bəs bu qədər cəlbedici görünən avtomobillərdən birini almaq görəsən nə dərəcədə ağıllı bir qərardır? Gəlin, bu məsələnin bütün detallarına baxaq və bir Çin avtomobili alarkən diqqət etməli olduğunuz 10 əsas faktoru birlikdə araşdıraq. Bəli, bu maşınlar həqiqətən də qiymətləri və texnoloji özəllikləri ilə adamı cəlb edir. Amma alıcıların beynindəki əsas sual budur. Bu üstünlüklər görəsən arxa planda qalan potensial riskləri ört-basdır edə bilirmi? Gəlin, bu sualın cavabını tapaq. Deməli, ilk bölməmiz təməl faktorlar. Yəni, hər şeydən əvvəl baxmalı olduğumuz, heç bir güzəştə getməyəcəyimiz məsələlər. Başlayaq. İlk və ən vacib məsələ seçdiyiniz markanın nə dərəcədə etibarlı olmasıdır. Bilirsiniz, yeni yaranan, az tanınan markalar hər zaman daha çox risk daşıyır. Çünki onların keyfiyyəti və bazarda nə qədər qalıcı olacaqları hələ bir növ sual altındadır. Bir markanı araşdırarkən ilk növbədə baxın görün, neçə ildir ki bazardadır? Hansı ölkələrə avtomobil satır? Qlobal təhlükəsizlik testlərindən keçibmi? Məsələn, BYD, Changan, Geely kimi markalar artıq bu sahədə özlərini təsdiqləmiş köklü şirkətlərdir. Bu da onlara güvənmək üçün yaxşı bir səbəbdir. Və gəldik ən həssas nöqtəyə, təhlükəsizlik. Bu sitat məncə hər şey deyir. Dizayn nə qədər gözəl, texnologiya nə qədər zəngin olursa olsun, əgər avtomobil təhlükəsiz deyilsə, bunların heç bir mənası yoxdur. Bu, müzakirəyə açıq bir mövzu deyil. Avtomobil seçərkən mütləq soruşun. Euro NCAP kimi beynəlxalq testlərdən neçə ulduz alıb? Standart versiyasında neçə təhlükəsizlik yastığı var? Avtomatik təcili əyləc, yəni AEB kimi həyati sistemlər mövcuddurmu? Bax, bu detallar istehsalçının sizin təhlükəsizliyinizə nə qədər önəm verdiyinin ən bariz göstəricisidir. Yaxşı, tutaq ki, avtomobili aldınız, hər şey əladır. Və sonra? Servis, ehtiyat hissələri. Bax, bu məsələlər təəssüf ki, çox vaxt Çin avtomobili sahiblərinin ən böyük baş ağrısına çevrilə bilir. Alış qərarı verməzdən əvvəl bu 3 addımı mütləq atın. Birincisi, ölkənizdə rəsmi servis mərkəzinin olduğundan tam əmin olun. İkincisi, ehtiyat hissələrinin anbarlarda olub-olmadığını, asan tapıldığını yoxlayın. Və üçüncüsü, qiymətləri necədir? Unutmayın, bugün ucuz aldığınız avtomobil sabah sizə çox bahalı bir təmirə başa gələ bilər. Keçək ikinci bölməyə, texnologiya və performans. Gəlin, indi də görək bu avtomobillər yolda, yəni sükan arxasında özünü necə aparır? Mühərrik və sürətlər qutusu, yəni bir avtomobilin ürəyi. Düzdür, Çin istehsalçıları bu sahədə keyfiyyəti xeyli artırıblar, amma yenə də modeldən modelə ciddi fərqlər ola bilir. Alacağınız modelin mühərrikinin, xüsusilə də əgər turbodursa, etibarlılığını mütləq araşdırın. Sürətlər qutusunun növü, məsələn CVT-dir yoxsa DCT və onunla bağlı istifadəçi rəylərini öyrənin. Bu detalları rəsmi servisdən soruşmaqdan heç vaxt çəkinməyin. Bax, bu, Çin avtomobillərinin həm ən güclü, həm də bəzən ən zəif tərəfi ola bilən bir məqamdır. Müasir texnologiyalar kağız üzərində möhtəşəm görünsə də, bəzi potensial problemləri də özündən gətirə bilir. Və budur, Çin avtomobillərinin əsl şou göstərdiyi yer. Həqiqətən də böyük sensor ekranlar, ağıllı sürücü köməkçiləri, tam bağlantı imkanları. Onlar çox vaxt Avropalı rəqiblərindən qat-qat ucuz qiymətə daha zəngin bir texnoloji paket təklif edirlər. Amma medalın bir də o bir üzü var. Bəzən proqram təminatı dona bilir, sensorlar gec reaksiya verir və ya menyuda qəribə tərcümə səhvləri olur. Ona görə də sizə ən vacib məsləhətim budur. Test sürüşü zamanı bütün elektron sistemləri bir-bir səbirlə yoxlayın. Əgər söhbət elektrik və hibrid texnologiyalarından gedirsə, Çin istehsalçıları burada şübhəsiz ki, dünya liderlərindən biridir. Bu, onların bəlkə də ən güclü tərəfidir. Elektrikli avtomobil alarkən batareyanın növü, ömrü, servis xərcləri kimi məsələlərə xüsusi diqqət yetirin. Çalışın LFP, yəni lityum dəmir fosfat tipli batareyaları axtarasınız, çünki onlar adətən daha təhlükəsiz olur, daha uzun ömür sürür və daha çox doldurma boşaltma dövrünə dözür. Bu da avtomobilinizin dəyərini uzun müddət qorumaq deməkdir. Bir məsləhət də verim, rəsmi kataloqlarda yazılan yanacaq və enerji sərfiyyatı rəqəmlərinə çox da aldanmayın. Bəzən bu rəqəmlər həddindən artıq optimist ola bilir, ona görə də ən yaxşısı real istifadəçilərin rəylərinə və müstəqil test nəticələrinə baxmaqdır. Və üçüncü bölməmiz uzun müddətli xərclər. Çünki bilirsiniz, avtomobilə sahib olmaq təkcə onu almaqla bitmir. Gəlin ümumi maliyyə mənzərəsinə bir nəzər salaq. Gəldik Çin avtomobillərinin bəlkə də ən böyük mənfi cəhətlərindən birinə.
təkrar satış dəyəri. Yəni, bir neçə il sonra maşını satmaq istəsəniz, dəyər itkisi çox ola bilər. Düzdür, BYD və Geely kimi böyük markalar bu vəziyyəti yavaş-yavaş düzəldir, amma bu hələ də nəzərə alınmalı ciddi bir riskdir. Ümumi xərcləri hesablayanda sığortanı da yaddan çıxarmayın. Bəzi hallarda Çin markaları üçün kasko sığortası ehtiyat hissələrinin qiyməti və tapılma ehtimalı kimi səbəblərdən biraz baha ola bilər. Ona görə də qərar verməmişdən əvvəl bir neçə sığorta şirkətindən qiymət təklifi almağınız məsləhətdir. Və nihayət 4-cü bölmə, son qərar. Bütün bu məlumatları bir yerə yığdıqdan sonra, gəlin görək yekun addımı necə atmalıyıq. Və budur, məncə ən vacib məsləhət. Real istifadəçiləri dinləyin. Reklamları, rəsmi broşuraları bir kənara qoyun. Forumlar, sosial media qrupları, YouTube-dakı rəylər, bunlar sizə heç bir dillərdə eşitməyəcəyiniz məlumatları verəcək. Bir avtomobilin uzun müddət ərzində özündə necə apardığını öyrənmək üçün ən dürüst mənbə elə bunlardır. Beləliklə, yekun qərar əslində bu tərəzini tarazlaşdırmaqdan ibarətdir. Bir gözdə sərfəli qiymət və yüksək texnologiya kimi çox ağır üstünlüklər var. Digər gözdə isə aşağı satış dəyəri və potensial servis problemləri kimi risklər dayanır. Sizin üçün doğru seçim bu tərəzinin hansı gözünün daha ağır gəldiyini müəyyən etməyinizdən asılıdır. Nəticə etibarilə, əgər düzgün araşdırma aparsanız, bəli, bir Çin avtomobili sizin üçün bazardakı ən ağıllı seçimə çevrilə bilər. Bu izahdakı 10 faktoru bir yoxlama siyahısı kimi istifadə edin və emosiyalardan uzaq, məlumatlı bir qərar verin. Əlbəttə ki, son seçim sizindir.